Vlogumu Sibrizdən başlayıram yenə də. Burada Sibrizə dənizə yollanırıq. Hava bir azca külək idi, amma bilmirdik ki, lap belə dəhşətli külək olar. Sevinərək yollanırdıq Sibrizə. Bura Bilgəhdir, Bilgəhdən keçirik. Sağ solu çəkdim, arxada amburan qaldı. Və ön tərəfdə gördüyünüz kimi Bilgəhin daçnikidir. Burada da adam çox olur. Hardasa bir 2-3 il əvvəl burada gəlmişik, dəniz kənarında istirahət etmişik. Suyu mənə çox soyuq gəlmişdi və bir də dərin gəlmişdi. Belə. Sibriz gördüyünüz kimi Nardaran qəsəbəsində yerləşir. Məncə artıq tanıyan çox olar. İlk dəfə keçən il bu vaxtlar mən də hələ o dənizə getmişdim. Deyim olar ki, Sibrizdəki dənizə getdikdən sonra artıq o bir dənizlərə çox getmirik. Arada üstü Mərdəkana gedirik, amma çimmirik, çaya gedirik. Və buradakı Sibrizin qiyməti biraz bahadır. 50 AZN olmalıdır giriş qiyməti. Daha çox qolbağı olanlar bura daxil ola bilir. Düz tam məlumatım yoxdur. Çünki mən ora getməmişəm. Biz bu gördüyünüz kimi buradakı girişdən giririk. Buranın girişinin nömrəsi 31-ci dalandır. Və 31-ci dalandan girəndə referansın xəstəxanası var. Sağ solda belə yeni binaların proyektiri var və sol tərəfdə də Luna Park yerləşir. Soruşsaz, maraqlansaz biləcəksiniz. Və dənizdəki olan küləyi gördükdən sonra fikrimizi dəyişib ödənişsiz dənizin yanı düz yerləşən Miami Beach-ə daxil olduq. Biraz əyləndik, kitab oxudum, günəşləndik. Buradakı hovuzu çox bəyəndim. Uşaqlar üçün ayrıca idi, böyüklər üçün ayrıca, çox səliqəli idi. Girişi isə 20 manat idi, 10 yaşa qədər uşaqlar isə ödənişsiz idi. Və gördüyünüz kimi ətrafı bacardığım qədər çəkmişəm. Və əgər maraqlı olsa, gələn səfər daha da ətraflı çəkərəm. İçərisindəki o geyinmə, soyunma, duş kabinlərinin hamısını bircə çəkərəm. Və burada artıq amburandan keçirik, evə yollanırıq. Bilgəhdəyik burada da yenə də. Bir sözlə burada istirahəti çox bəyənirəm. Artıq demək olar ki, Sibrizi həqiqətən çox bəyənirəm. Həqiqətən də onu yaradanlar eşq olsun. Bu cür ödənişsiz bir, təmiz bir plyaj yaradıblar bizlər üçün. Yəni, bacardığınız qədər mütləq yollanın. Siz də istirahət edin bu yay boyunca. Və ondan sonra isə Sushi Yokya'dan, bəlkə də səhv deyirəm adını və burada yazıram ki, görəsiniz. Belə bir set sifariş verdim. Çoxdandır ki, başqa bir sushi səhifələrindən sifariş verirdim. İlk dəfə idi bu səhifədən sifariş verdim. Link də yerləşdirəcəm videonun altında. Oradan girib sifariş edə bilərsiniz. Bircə burada göstərirəm. Çatdırılma daxil 45 AZN etdi. Setimizin qiyməti isə 38 AZN idi. 38 AZN-in içərisindəki rolların sayı isə 90 ədəd idi. Biz uşaqlarla həqiqətən çox heyran qaldıq. Doğrudan da çox dadlı idi. Hətta 2 dəfəyə də belə yedik. Yoldaşım da sonra gəldi, bizə qoşuldu. Hədiyyə olaraq təklif edilər ki, burger istəyirsiniz, sushi burger istəyirsiniz, yoxsa kola, yoxsa kartoşka fri. Biz isə burgeri seçdik, sushi burgeri. Çox həqiqətən dadlı idi. Yəni, buradan bircə sizə göstərirəm ki, yəni, əgər sushi səhifəsi, münasib səhifələr axtarmaq istəsəz və həm də dadlı, səliqəli səhifə istəsəz, çatdırılması da münasib, bu səhifəyə daxil olub buradan sifariş edə bilərsiniz. Gələn səfərdə yenə ürəyimizdən sushi, könlümüzdən sushi keçsə, mütləq buradan sifariş edəcəm. Mütləq. Yəni, o qədər çox razı qaldım. Yəni, çox bəyəndim. Yəni, belə gözləmirdim həqiqətən də. Buranı da belə bircə çəkmişəm sizlər üçün. Daha belə yaxından görəsiniz. Olsa yenə də yesəm. Burada artıq demək olar ki, 3-4 gün keçib üstündən sifariş. Bilmirəm hansı tarixdə vermişdim, yadımdan çıxıb. İndi isə biraz kitab oxumaq istəyirəm. Hal-hazırda bir kitab oxuyuram. Çayım və şokolatım. Çaysız, kofisiz getmir. Arada çay içirəm, arada kof içirəm. Belə bu da qızımın kitablarıdır. Biraz kitab rəfimdə dəyişiklik eləmişəm. Kitab masamı bura qoymuşam. Belə maraqlıdır. Və kitablarım da burada.
Bursada kitab rəfim o tərəfdədir. Və yeni kutu var. İstəyirəm bunu da sizinlə paylaşım. Milli Aviasiyadan belə bir kepka. Ardından belə bir bloknot. Çox qəşəngdir, adam istifadə etmək istəmir, istəyir elə saxlasın. Sonra belə bir tezdən yenə bloknotdur. Öz qələmi ilə birlikdədir. Hətta üzərisində embleması da var. Sonra belə bir kağız var. Not kağızları olur. Belə bir dəfəlik bunlardan masa üstünə qoymaq üçün. Çox güman ki, ora qoyacağım. Və sonda bir ədəd də belə bir powerbank. Bu da əlverişlidir. Ümumiyyətlə bu dəfəki Milli Aviasiya hədiyyələrini çox bəyəndim. Həqiqətən də super. Çoxdandır ki, özüm üçün həm dərimə, saçlarıma və dırnaqlarıma dəstək olan gözəllik vitamini axtarırdım. Nəhayət seçimim Saberen Wellness'dən Beauty Formula oldu. Tərkibində B qrupu vitaminləri və digər faydalı vitaminlər də mövcuddur. Bu dərman deyil, qida əlavəsidir qeyd edim. Mən hər gün bir kapsul qəbul edirəm və 30 günlük kursa başlamışam. Artıq ikinci günümdür və məhsuldan razıyam. Siz də gözəlliyinizə daxildən dəstək olmaq istəyirsinizsə, mənə yazın, sifarişinizi məmnuniyyətlə qəbul edərəm. Çünki yediyimiz qidalar bizə xeyir vermir. Bir qadın olaraq çox yoruluruq, amma bu vitaminlər həqiqətən də bizi həm gözəlliyimizi qoruyacaq, həm də immunitetimizi artıracaq. Burada isə yoldaşımın ad günüdür. Yoldaşımın ad gününə özəl azdan belə bir tort əldə etdik. İçərisi vişnəli idi. Çox dadlı idi, bəyəndim. İlk dəfə idi Azanın bu tortunu yeyirdim. Əgər sizlər də dadmısınızsa, bəyənmişsinizsə, kommentarda mənimlə bölüşün. İçərisini sizə göstərəcəm ki, necə gözəl görsənirdi. Yoldaşımın ad günüdür deyənə, mən ona belə bir köynək almışam, zamoklu. İlk dəfə də belə koftası olacaq. Rəngi çox bəyəndim, demə götürdüm. Sonra belə bir kutu hazırladım onun üçün. Kutuda elə bil ki, demə şok almışam. Belə bir kəmər, Versace. Kaşloku isə kart kaşlokudur. Rahat belə kaşlok, kartın içine. Kartın yox. Kaşlokun içine qoyacağım. Kartları yığmaq üçündür. Özümə də istəyirəm alım. Hətta belə rahat içərisi var. Çox bəyəndim mən hədiyyəni. Yəni düşünürəm ki, özü də bəyənəcək və görüm reaksiyası necə bir olacaq. Bugündən bu kitabı başlamaq istəyirəm. Solğun kitabı ilə paralel bu kitabı oxuyacağım. Bu kitab Ali və Nina kitab klubunun müzakirə kitabıdır. Dilinə görə çox ağır kitabdır. Hələ tam başlamamışam, hələ çəkilişin videosunu çəkmişəm. Burada Saberen Wellness'dən belə bir batonçik əldə etmişdim. Onun videosunu hazırlayırdım Lez kimi. YouTube'da da istədim sizlərlə də paylaşım. Burada da xatir olaraq qalsın. Hal-hazırda 2 ədəd Saberen Wellness'də belə bir 2 dənə batonçik, dietik batonçiklər gəlib. Hər ikisinin dadına baxdım, doğrudan çox bəyəndim. Bunu obrisindən daha çox sevdim. Bir də yenə də alacağım. Kitabdan biraz oradan buradan baxdım. Kitab həqiqətən bəyəndim. İndi əsas oxuyandan sonra görüm nə duyğular yaradacaq məndə. İndi isə biraz dincəldikdən sonra isə evimdəki o döşəməni silməyə qərar verdim. Mən ümumiyyətlə Prestonun bu suya qatılan dərmanlı gelini çox bəyənirəm. Ona görə burada paylaşım edirəm. Artıq demək ki, göy məhlul bitib. Keçirəm artıq gül qoxulu olan məhlula. Göstərirəm ki, burada necə qapağını töküb, qapağı qədər bir vedriyə tökürəm və oradan qəşəng bas-basla silirəm, təmizləyirəm. Həqiqətən də evdən çox qəşəng həm qoxu gəlir, həm gec tozlanır evimiz, həm də bəyənirəm. Həqiqətən də möhtəşəmdir. Burada isə həyatımda ilk dəfə dəniz kənarı plyajda belə bir kinoya baxdıq. Qiyməti 10 manat idi. Yaddaş gündəliyi. Mən bu kinoya əslində baxmışdım, amma dənizin ətrafında baxmaq çox maraqlı idi. Düzdür, hava küləyi idi, amma həqiqətən də deyildi. Bugün mən ilklərə imza atıram bu vlogumda. İlk dəfədir ki, KFC-yə gedirdim. Belə KFC-ni evə sifariş edib dadına baxmışam, amma heç vaxt KFC-nin özündə olmamışdım. Ona görə oradan da bir xatirə bir vlog saldım. Çox bəyəndim.